ailəvi istirahət məkanı həqiqətən istirahət etmək üçün gözəl bir yerdir. Bura gələn sakinlər burada gündəlik qalıb yaşaya bilərlər. Eyni zamanda burada isti su vannalarından qəbul edər, mədə-bağırsaq xəstəliyini müalicə edə bilərlər. There isn't anything for you to say, and my eyes hurt, hey, and shiver. So look at me and listen to me, because I don't want to stay another minute. I don't want you to say a single word. Hush, 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 hush. There is no other way. I get the final say, because I don't want to do this any longer. I don't want you. There's nothing left to say. Hush, hush, hush. Masallı birləşən su ailəvi istirahət məkanındayız. Gördüyünüz kimi bax bu isti su insanlara şəfa verir. İnsanlar bu istirahət mərkəzinə gələrək su vannaları qəbul edirlər. Sənədləri üçün lazımi effektiv müalicəni alırlar. Hər kəs su belə məkanlara gəlib öz səhərlərini razına qalmaq üçün istirahət etmələri məsləhətdir. To be there every day. I'm sorry for the way I let go of everything I wanted when you came along. But I am never beaten, broken out defeated. I know next to you is not where I'll be. Bax, gördüyünüz bu su ailəvi istirahət mərkəzində gələn insanlara şəfa verir. Deyilənlərə görə bu su mədə bulağı adlanır. İnsan mədəsində olan bir çox xəstəliklərinin, damaq xəstəliklərinin aradan qaldırılmasında yaxşı effektiv xüsusiyyətləri vardır. Ona görə bu istirahət mərkəzinə gələn hər kəs bu sudan dadaraq öz şəfasını tapa bilirlər. Eyes hurt, hey, and shiver. So look at me and listen to me, because Bax, bu iki dağın arasında yerləşən məkan Su ailəvi istirahət məkanına aiddir. Onda qeyd edeyim ki, Bilənç çayı istirahət məkanının kəm ortasından keçir və bura istirahətə gələn insanlar da Bilənç çayının sərinliyindən həzz ala bilirlər. do this any longer. I don't want you. There's nothing left to say. Hush, 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 hush. I'm already spoken. All of it's broken, baby. Hush, hush. Masalda yerləşən Su ailəvi istirahət məkanı həqiqətən də istirahət etmək üçün gözəl bir yerdir. Seçim etməyə dəyər. I never needed words, I never needed hurt, I never needed you to be there every day. I'm sorry for the way I let go of everything I wanted when you came along. But I am never beaten. You said you needed love, you wanna feel it every day. But now you're treating me wrong. You know I gave my heart away. But baby, I still feel the fire. You and me can pull the wires. You said you needed love. I see that you just wanna play. I'm always thinking of you. Baby, I'm giving you my love. If you believe in me, I'll try and give it to you right. Mamacita, mamacita buena. Mamacita, mamacita buena. Qeyd edim ki, burada olan istirahət məkanları təbiətinə görə digər yerlərlə fərqlənir. Gördüyünüz kimi arxada dağ mənzərəsi bax belə gözəl məkana daha da gözəllik verir. Mamacita buena. Mamacita, mamacita buena. Que Dios te ampare, que Dios te ampare. You said you needed time. I'm always doing as you say. And when it comes to love, you say you have to stay away. But baby, I still feel the fire. You and me can
istirahət mərkəzi Xəzər dənizinin sahilində yerləşir. Bu istirahət məkanına gələnlər həm restoran xidmətlərindən istifadə edə bilər, eyni zamanda Xəzər dənizinin çimərliyindən, isti suyundan da yararlana bilərlər. Hazırda Astaranın gözəl köşələrindən biri olan balıqçı istirahət məkanındayıq. Əziz izləyicilər, qeyd edim ki, buranın füsunkar təbiəti bura gələn hər kəsi heyran edir. Xüsusilə vurgulamaq istəyirəm ki, havası çox təmiz, istirahət məkanı çox yaxşıdır və hər bir şəxsin istirahəti üçün demək olar ki, yüksək səviyyədə şərait yaradılmışdır. Hər bir şəxsə burada gəlib istirahət eləmək məsləhətdir. Azərbaycanın gözəl bölgələrindən biri Lerik rayonundayıq. Lerik rayonunda yerləşən həyat istirahət mərkəzində gördüyünüz kimi arxa fonda gözəl mənzərə, dağ mənzərəsi var. Həqiqətən hər tərəf yaşıllıqdır və bu da insanların istirahəti üçün gözəl şərait yaradır. İnsanlar rahatlıqla istirahət edirlər, çayın belə deyək, istiliyindən zövq alırlar və təbiətin gözəlliyindən zövq alaraq öz istirahətlərini keçirirlər.
hal-hazırda biz Azərbaycanın gözəl dilbər bölgələrindən biri olan Lerik rayonundayıq. Lerik rayonunda yerləşən Qala ailəvi istirahət məkanındayıq. Həqiqətən füsunkar təbiət var, gözəl hava var, gözəl mənzərə var. Azərbaycanın bütün bölgələrindən insanlar bura təşrif buyururlar. Biz özümüz də bunların şahidi olduq. Çünki burada istirahət edən insanların fikirlərinə görə buranın havası təmizdir və hər kəs gəlib istirahət edə bilər. Bir sözlə, Azərbaycanın gözəl görməli yerləri həqiqətən çoxdur. Azərbaycan cənnət məkandır.